Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola. Salam dəyərli dostlar və mənim mətbəximi daimi izləyənlər, yenə də evinizdə hazırlaya biləcəyiniz asan, tez və ləzzətli reseptləri paylaşmaq üçün qarşınızdayım. Bugün sizə əla menü hazırlamışam. Birinci yeməyim ətli, quru alçalı göyərti şorbası. Ardıcı pesto soslu kartof pomidor salatı. Əsas yeməyim sobada ağır-ağır bişən dana qabırğası, yanında alçalı düyü qarniri ilə. Və sonda şirinyatım şərbətli, püstəli yelpənək. Əgər ki hazırsanız, gəlin ekranı biraz da yaxın oturun, başlayaq. Çox asan şirinyat hazırlayacağıq, amma asan olmağına baxmayaraq çox ləzzətli şirinyatlardan biridir yelpənək şirinyatı. Yəni bəlkə də görmüsünüz hazır amma belə bir sini götürdüm, belə bir çubuqlardır. Yəni bu çubuqlar bizə lazım olacaq. Hələlik sini burada dursun. Bir sobanı açdıq, gətirdik 180 dərəcəyə və ilk öncə bunun şərbətini hazırlayaq. Burada 2 stəkan şəkər tozu var, bunu qabımıza əlavə eləyirik və 2-yə 1 eləyirik. Belə stəkandan götürmüşdük. 1 stəkan da su. Bir şirinyatı hazırlayana qədər şərbətimiz burada yavaş-yavaş hazırlansın. Bir qaşıqla bunu yaxşıca qarışdıraq ki, şəkərlə su qarışsın və əlbəttə ki, əgər şərbət hazırlayırıqsa, mütləq bir turşuluq verməliyik. Bunun üçün də bir limonun 1/3 hissəsi suyunu əlavə edirik bura. Mən biraz turşməzə şərbəti sevirəm. Amma əlbəttə ki, əgər çox turşu sevmirsinizsə, biraz da azalda bilərsiniz. Bunu yaxşıca qarışdırırıq. Qaynara düşən kimi ocaqdan çəkəcəyik. Vamalovu aldım. Burada yavaş-yavaş qaynayana qədər biz boş dayanmayaq. Kərə yağı əritmişdim. Bunu yanıma qoyuram. Bir fırça lazımdır mənə. Fırça vasitəsi ilə belə bir filo xəmiri. Hamısını istifadə eləməyəcəyik. Dənə-dənə bunları bu cür bağlayırıq ki, qurumasın. Hər bir dənəsini yanımıza qoyub, yaxşıca yağlayırıq ilk başda. Xüsusən də kərə yağı çox ləzzətli olmalıdır. Bilirsiniz ki, hər zaman vurğulayıram, əgər kərə yağı ləzzətlidirsə, şirinyatınız, xüsusən də bu cür filo xəmirindən hazırlanan paxlava olsun, türk paxlavası xüsusən şirinyatlar ləzzətli olacaq. Bu arada sobanı da açmışam, 180 dərəcədə isinir, ta ki biz şirinyatımızı hazırlayana qədər. Bu şəkildə 2-yə qatlayırıq. Sonra bunu bu şəkildə tam ortadan kəsirik. Bir dənə də ortadan qatlayırıq. Hər birisini. Gördüyünüz kimi bu cür bir dördküncülər əmələ gəldi. İndi nə edirik? İndi hər bir dördküncü bu şəkildə qatlayırıq. Bu çubuğu götürürük, keçirdirik tam aşağısından bu cür. Soruşacaqsınız ki,
Harda satılır filo xəmiri? Hər zaman deyirəm, yenə də təkrarlamaq istəyirəm ki, filo xəmiri hər bir böyük marketdə artıq satılır. Bunu belə də eləyə bilərik ki, rahat olsun. Yəni ikiyə qatdalayıb, daha sonra kərəyağı vurub. Sadəcə olaraq əgər çox kərəyağı sevmirsinizsə, yəni bu qədər kərəyağı bəs eləyəcək. Yəni bir tərəfdən yağlasaz belə bəs eləyəcək. Önəmli olan kərəyağın dadı gəlsin və ləzzətli olsun. Ortadan bunu yenə də kəsirik. Görürsünüz, yırtılsa belə problem yoxdur. Yenə də eyni qaydada bunu az öncə elədiyimiz kimi eləyirik. Daha sonra qatdalayacağıq. Yelpələnglərimiz hazırdır. Burada bu arada şərbət də qaynamağa başladı. Bunu da unutmayaq. Bir burun qarışdıraq ki, şəkər içində qarışsın yaxşıca. Əla, biraz da qarışdıracağıq ki, həll olunsun. Bu arada hazırladığımız yelpələngləri düzürük bu cür siniyə. Artıq şərbətimiz qaynara düşdü, görürsünüz. Tam şəffaf hala gətirdik. İçində şəkər tozu əridi. Bunun altını bağlayırıq. Qoyuruq burada. Yavaş-yavaş soyusun ta ki biz digər işləmləri bitirənə qədər. Axırıncılarda hazır elədiyi 180 dərəcə isinmiş sobaya bu gözəllikləri göndəririk ta ki qızarana qədər. O da aşağı yuxarı bir 10-15 dəqiqə eləyər. Xəmirimiz orada qızarana qədər biz boş dayanmayaq. Artıq kremimiz hazırdır. Hazır kremdən aldıq. Belə bir şokoladla püstə qarışmayan fıstıq qarışımı krem aldım. Şirindir, gözəldir. Özünüz də hazırlaya bilərsiniz. Hazırlamaq əslində çox asandır. Hər kəs evində artıq Dubai şokoladını hazırlayıb. Yəni eyni əzmənin sadəcə olaraq şokoladdan qarışım olanı versiyasını aldım. Burada püstən var, yəni Antep fıstığı deyirlər burada. Bunu da qovrulmuşunu əlavə edirik qabımıza və blender vasitəsilə bunu toz halına gətiririk ki, bu da lazım olacaq bizə. 8 vata malik olan Bosch Ergomix əl blenderi. Sürüşməyi yumuşaq tutacağı və ergonomik dizaynı ilə birlikdə maksimum sürət, rahatlıq və təhlükəsizlik təqdim edir. 12 sürət parametri və turbo funksiyası sayəsində ən bərk məhsulları belə rahatlıqla üyüdüb həll etmək onun üçün olduqca asan işdir. Sizə isə mətbəxdə bir nömrəli köməkçinizin işindən və hazırladığınız təamlardan zövq almaq qalır. Bosch blenderlarını elə indi boschhome.com az saytına keçid edərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı Bosch kimi yaşa. Kremimiz hazır, püstəmiz hazır, şərbətimiz hazır. Xəmirimiz də çıxdı, çıxacaq. Artıq saniyələri qaldı. 4, 3, 2, 1. Tam da 13 dəqiqə sobada qızardı. Vay 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 vay. Nar kimi qızardı buna deyirlər. Görürsünüz. Tam istədiyim kimi oldu. Biz bunu dənə-dənə çıxardırıq. Və hər bir dənəsini bu cür şərbətdə ısladaraq çıxardırıq. Bu arada şirniyyatımız istidir, şərbətimiz artıq soyuyub. Hamısını bu cür ısladırıq. Görürsünüz, tam bir yelkən şəkli
budur. Yəni onun üçün də adı da üstündə yelkən şirniyyatı. Hazırlamağı çox asan, amma dadı dəhşət. Əslində asan paxlava desək daha məntiqli olar. Çünki paxlava xəmiri, püstə, şərbət, amma bir artısı, yəni müsbət cəhəti nədir? Belə bir şokoladlı, püstəli bir kremi var. O da çox ləzzətli edir bu şirniyyatı. Şərbətdə çox saxlamayın. Gördüyünüz kimi dərhal salırıq. Biraz ısladırıq hər bir tərəfə gələcək şəkildə və çıxardırıq ki, həm qıtırlığını itirməsin, yəni xırt-xırtlığını itirməsin, həm də ki, yumuşamasın. Amma şərbəti istədiyimiz qədər canına çəkir. Adam artıq baxır, yemək istəyir, amma bilirsiniz ki, bugün iftara çox gözəl yemək hazırlayırıq. Sonuncu həftəmizdir. Artıq son 10 günlərə də girmişik. Bugün verilişdə sonuncu iftar süfrəmizi hazırlayacağıq və tam da çalışdım ki, bayram süfrəsinə bənzər çox gözəl bir süfrə hazırlayayım sizə. Şirniyyatın tamamını şərbətdə ıslatdıq. İndi sıra gəldi, çatdı. Bunu neyləmək? Qabı yanımıza qoyuruq. Bu cür. Kremdə batırırıq bunu. Daha sonra bu cür püstəyə və qablaşdırırıq. Gözəlliyə baxın. Şirniyyatımız artıq hazırdır. Qoyaq bunu kənarda. Ta ki biz digər yeməkləri hazırlayana qədər burada dursun. Və sıra gəldi, çatdı əsas yeməyimizə. Sobanı bağlamamışam. 180 dərəcədə işləyir. Dananın qabırğalarını hazırlayacağıq. Qabırğalar artıq yanımızdadır. Ağır-ağır bişən sobada hazırlayacağıq. Təxminən bir 4 saat. Onun üçün hər zaman dediyim kimi mətbəxdə önəmli olan nədir? Səbir. Səbirli olsaq yeməyimiz də ləzzətli olacaq. Belə bir bişirmə kağızı, belə bir 2 ədəd bol ətli qabırğa. İlk öncə nə edirik? Sarımsağı yanımıza qoyaq. Kək otu, tər kək otundan istifadə edəcəm xüsusən də yanımıza qoyaq. Və belə bir ərimiş yağla dananın hər bir tərəfini. Bunu da qeyd eləmək istəyirəm ki, dananı ilk öncə sirkəli suda saxlayırıq. Dəfnə yarpağı, sirkəli su, yəni ağ sirkə. Hər zaman vurğulayıram bunu, ağ sirkəli suda, dəfnə yarpağında saxlayırsınız, biraz da duz. Yəni aşağı yuxarı bir 3-4 saat saxlasaz, daha sonra bunu yaxşıca qurudursunuz və bu şəkildə bol-bol yağlayırıq. Yəni sirkəli suda niyə saxlayırıq desəz, mən sizə bunun açıqlamasını verim ki, sirkəli su dananın bütün o, belə deyim də, artıq bakteriyalardan arındırır və çox ləzzətli eləyir. Bol qırmızı istiot. Hər bir tərəfinə gələcək şəkildə duz və qarabibər. Yaxşıca hər bir tərəfinə gələcək şəkildə ədviyyatlayırıq ki, canına çəksin. Az olsa yenə də əlavə edirik. Göy Xəzər sənin eşqinlə səslənir bugün. Hər könül coşur önündə bir dəniz kimi. Ağ günlər gözəl qoynunda bəslənir bugün. El gülür aşıb daşırsan qəlbim. Görürsünüz, rəngi də gözəl və əlbəttə ki, tər kək otusunu da əlavə edirik hər bir tərəfinə. Yaxşıca bunu bağlayırıq. Gözəl qoynunda bəslənir bugün.
aşıb daşırsan qəlbimiz kimi. Faliqanı aldıq, bu cür açırıq. Parlaq tərəfi üz hissəsində olsun. Bu şəkildə bunu kəsirik. Parlaq tərəfi buradır, ona görə kip bir şəkildə parlaq tərəfi içdə olmaq şərti ilə bunu yaxşıca bağlayırıq. Amma belə bağlayaq ki, suyu tökülməsin. Hər zaman bu yer üzündə sənsən ünvanım, sən mənim. Çünki istər-istəməz ətin suyu töküləcək. Bunu yaxşıca bu cür kip bir şəkildə bağlayırıq. Məncə bir qat da bağlayaq ki, içinə hava girməsin. Əla, kip bir şəkildə bunu bağladıq. Belə bir sini götürürük. Əgər belə sininiz yoxsa, problem yoxdur. Yəni, sobanın içinə də su tökə bilərsiniz. Mən bura biraz su əlavə eləyəcəm ki, buxar effekti yaransın. Su azaldıqca suyu əlavə eləyəcəyik. Bunu qoyuruq bu cür qabımıza və göndəririk sobaya 4 saatlıq ki, orada 180 dərəcədə ağır-ağır pişsin. Borç seriya 8 sobaları ilə istənilən təamı rahatlıqla hazırlayın. Avtopilot 10 ilə təcrid edilmiş bu sobalarda əvvəlcədən təyin edilmiş hazır bişirmə proqramları sizi əsl şefə çevirəcək. İnqridientləri hazırladıqdan sonra o müvafiq proqramdan birini seçin və yeməyin çəkisini əlavə edin. Boş sobası avtomatik olaraq geri qalan hər şeyi müəyyən etsin. Sizə isə sobadan hazır yeməyə çıxarmaq qalsın. Boş sobalarını elə indi boşhome.com az saytını keçid edərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı boş kimi yaşa. Sıra gəldi çatdı şorbaya. Şorba üçün də artıq əti də, soğanı da hazırladım. Göyərti də yanımdadır. Qazanımızın altını açırıq. Orta alovda kərə yağını əlavə eləyirik, əridilmiş. Biraz bol. Əla. Yavaş-yavaş orada yağımız qızana qədər biz soğanı xırda-xırda kub şəklində doğrayaq. Yağımız artıq isindi, soğançanı göndəririk qazanımıza. Yavaş-yavaş burada qızarsın. Soğança qızarana qədər, rəngini dəyişdirənə qədər, biraz tərləyib suyunu çıxardana qədər biz bunu qarışdıraq. Daha sonra əti göndərəcəm yanına ki, ətlə birlikdə burada yavaş-yavaş möhürlənsin. İlk öncə biraz soğança qızarsın. Hər zaman vurğulayıram ki, xüsusən də iftar üçün yemək şorba vacibdir. Yəni ümumiyyətlə hər gün yemək vacibdir, amma iftarda xüsusən də, yəni mədə bütün günü boş qalır, heç nə yemirsən, şorba bir balaca mədəni, belə deyim də, sulu olduğu üçün genişlədir. Daha sonra rahat-rahat digər yeməkləri də yeyirsən ki, mədə rahat olsun. Onun üçün bugün də sizin üçün çox gözəl bir şorba eləyəcəm. Bu da ol göyərtili, əlbəttə ki, kartof olmazsa olmazıdır. Ətli, soğanlı və alça turşulu ləzzətli bir şorba. Yanında ən sonda sarımsaqlı qatıq sirkə də qoya bilərsiniz. Bunun içində turşuluq da yerində olacaq. Çünki türşəng də istifadə edəcəm, alça da istifadə edəcəm. Məncə sadəcə olaraq sarımsaqlı qatıq bu şorbanın yanında kifayət olacaq. Şorbanın kartofunu da öncədən doğrayaq. Belə orta kub şəklində. Soğançamız orada qızarana qədər. Ara sıra qarışdırmağı da unutmayaq. Vay vay vay, yavaş-yavaş görürsünüz necə rəng dəyişdirir. Bu soğançanın yanına öncədən yuduğumuz alçanı da göndəririk. Bir ovuc, yəni 5-6 dənə kifayət eləyəcək turşuluq və belə deyim də o tamı vermək üçün. Əla, soğanımız artıq rəng dəyişdirməyə başladı. Burada 400 qram dana ətimiz var, bunu da göndərirəm soğançanın yanına. Burada yavaş-yavaş soğança ilə birlikdə qovrulsun. Türkiyədə buna quşbaşı doğranmış ət deyirlər. Amma bizdə xırda kub və yaxud da orta boy kub məncə daha məntiqli olar.
Əla, soğança da ət də qovrulsun. Biz kartofumuzu bitirək və keçək göyərtiyə. Düyünü də öncədən ıslatmışam. Bir ədəd kartof bu şorbaya tamamilə yetərli olacaq. Düyünü də bir stəkan burada düyü var. 170 mg stəkan. Onu da öncədən ıslatmışam və sıra gəldi çatdı göyərtilərə. Belə bir qab götürmüşəm. Doğradığımız göyərtiləri o qaba yığacam. Hər birindən qazanınızın ölçüsünə qədər eləyə bilərsiniz. Yəni gözə yarı. Yəni bu belə bir qazanım var və bilirsiniz ki, göyərti ümumiyyətlə həcmdə azalır. Yəni bunlardan nə götürəcəm mən? Burada Türkiyədə buna quzu qulağı deyirlər. Biz türşəng deyirik. Bölgələrə görə bunun adı dəyişir. Ispanaq, göy soğan, cəfəri, biraz nanə götürə bilərsiniz və şüd. Bunların hamısını xırda-xırda doğrayırıq. Əlbəttə, göyərtilər öncədən yuyulub, suyu yaxşıca çıxardılıb, qurudulub, yaxşıca bu şəkildə doğrayırıq. Bu arada saplaqlarını da doğrayıram. Şorbada əriyəcək, gedəcək. Saplaqlarını da atmıram. Əgər ki, saplağı çox sərt deyilsə. Baxaq görək bizim ətlərimiz, soğança nə vəziyyətdədir. Əla. Yaxşıca qovrulur. Vay vay vay, çox gözəl alınır. Ətimiz də yavaş-yavaş rəngi dəyişir. Birbaşa göyərtini də göndəririk qabımıza. Heç bir şey dağılmasın. Öz növbəsini gözləsin. Əla, artıq soğançalar qovrulur. Görürsünüz, mət olur. Ət də yağına düşdü. O da o deməkdir ki, göyərtini göndərməyin tam vaxtıdır. Ki, suyunu buraxsın. Göyərtini göndərər-göndərməz ki, göyərti başlayacaq suyunu buraxmağa. Tam da bu məqamda düyünün suyunu süzürük. Düyünü də bura göndəririk. İlk başda bir burun göyərti ilə düyü, ət qaynasın, yəni ləzzətlər bir-birinə keçsin deyə. Kartofun da suyunu süzdük, tamamını göndəririk qazanımıza. Şorbamızın ön hazırlığı demək olar ki, tamdır. Duzunu, istiotunu da vuraq, suyunu da vuraq. Qoyaq yavaş-yavaş pişsin. Əla, şorbamız da yavaş-yavaş pişsin. Üzərinə köpüyü çıxacaq. Bu köpüyü də yığacaq aram-aram. Qoyaq bunu kənarda, yavaş-yavaş orada öz axarı ilə pişsin. Biz də başlayaq aşın hazırlığına. Tavamızı qoyuruq qaza. Yavaş-yavaş altını açırıq, isinsin. Orta alova aldım, biraz bitki yağı, biraz da kərə yağı əlavə eləyəcəm. Tavamız burada yavaş-yavaş isinsin, ta ki mən soğanı doğrayana qədər. Soğanı, yəni bugün plovu biraz fərqli üslubda eləyəcəm. Yarım ədəd soğan mənə tamana bəs eləyir. Bunu da xırda-xırda kub doğrayırıq.
Soğanı doğradıq, xırda-xırda kub. Biraz da kərəyağı əlavə eləyək. Soğanı göndərək tavaya. Ara sıra şorbamızın da qeyd etdiyim kimi köpüyünü alırıq bu şəkildə. Soğanımızı tavaya yayırıq. 2 stəkan düyü islatmışdım. Və neyniyəcəyik? Burada belə öncədən yuduğum alçalar var. Alçaları birbaşa göndəririk tavamıza və sumaq. 2-3 çimdik sumaq, yaxşıca bunlarla birlikdə biraz turşu bir aş hazırlayırıq, yəni plov. Amma yumru düyündən hazırlayacağıq bunu. Birlikdə bunları yaxşıca qovururuq. Alovlu, kontrollü bir şəkildə gedək ki, sumağımız yanmasın, soğanımız yanmasın, alçamız yaxşı-yaxşı tərləsin, suyu çıxsın. Öncədən ıslatdığımız düyü vardı burada, bunun da suyunu süzürük. Qeyd etdiyim kimi 2 stəkan. Sumağın qoxusu, soğançanın qoxusu kərəyağla qarışdı. İnanılmaz gözəl bir qoxular var artıq mətbəxdə. Bilirsiniz ki, ümumiyyətlə soğan, alça, sumaq, yəni bir-biri üçün yaranıb deyə bilərəm. Çünki bir-birinə çox yaraşır. Kebabda da bunu istifadə edilir, bilirsiniz. Kutabda da istifadə edilir. Yəni fərqli-fərqli yeməklərdə də bunu istifadə edilir. Amma bugün plovun həm rəngi, həm görünüşü, həm də dadı mükəmməl olacaq. Əla, soğançı artıq rəngini yavaş-yavaş dəyişdirir. Bu da o deməkdir ki, düyünü göndərməyin vaxtı gəldi, çatdı. Sadə yumru düyü bunu göndərəm bunların yanına. Yaxşıca qovururuq. Bütün ləzzətlər də, dadlar da qarışsın. Düyümüz də biraz qovrulsun. Görün necə düyünün rəngi dəyişib, qırmızı bir rəngə dönüşür. Hər zaman qeyd edirəm, əslində bu düyü Türk üslubunda hazırlanan aşdır. Yəni bu yuvarlaq düyünü bu şəkildə hazırlayırlar. Tam görürsünüz indi yavaş-yavaş tavaya yapışmağa başladı. O da o deməkdir ki, artıq buna su əlavə eləməyin vaxtı gəldi, çatdı. Ki əgər istəyirsiniz ki, düyünüz dən-dən qalsın, yəni görürsünüz hətta teflon tavaya belə düyü yapışmağa başlayır. Qaşığımızı yaxşıca silkəliyirik, içindəki bütün düyülər tökülsün və eyni stəkanda isti qaynar suyu 3 stəkan əlavə edirik. Çünki 2 stəkan düyüyə 3 stəkan su gedir. Yaxşıca yayırıq, düzgün. İlk öncə bir burun yaxşıca qaynasın. Orta alovda bağlayırıq və alırıq vamalova ki, suyu yavaş-yavaş buharlansın, düyümüz hazır olsun. Şorbamız demək olar ki, hazırdır. Bir dənə də bunun köpüyünü yığaq. Şorbamız tərtəmiz, parlaq olsun, şəffaf olsun. Bütün bu köpüyü yığmaq lazımdır mütləq. Rahat-rahat yığsaz. Şorbanın həm görüntüsü, həm də ki, əlbəttə ki, dadına təsir edən köpüyüdür. Şorbamız da burada yavaş-yavaş qaynasın ki, ətimiz bişsin, içindəki düyü, kartof bişsin. Şorbanın gözəlliyinə baxın. Biz də yavaş-yavaş keçək salatın hazırlığına. Tava lazımdır mənə. Belə bir tavam var. Bunu ocağa qoyuruq. Maksimum dərəcədə açırıq bunu. Yağsız, sadəcə olaraq tavamız orada isinsin hələlik. Burada gördüyünüz kimi 5 ədəd kartofumuz var. Bu 5 ədəd kartofu sadəcə olaraq duz vururuq tavada yaxşıca, yəni bişmiş kartofda əslində yaxşıca qızardırıq ki, külləmə dadı verək. Bu cür sadəcə olaraq duz əlavə edirik. Kartofumuz burada
külləmə olana qədər biz neyniyik, boş dayanmayaq. Həm soğan, həm pomidorumuzu qabımıza doğrayaq. Belə bir çeri pomidor götürdüm. Yəni çox ləzzətli pomidordur. Mövsümü olmamasına baxmayaraq artıq belə pomidor da yəni çox ləzzətli olur. Bunları sadəcə olaraq ikiyə bölsək yetərli olacaq. Çox xırda-xırda eləməyin ehtiyacı yoxdur. Bu cür ikiyə bölürük. Qabımıza yerləşdiririk. Eyni qaydada da əslində çox eləyəcəm pomidorları, biraz da əlavə eləyəcəm, amma sıra gəldi çatdı soğana. Qırmızı soğan istifadə edəcəm. Qırmızı soğanı da yenə də uzun-uzun jülyen doğrayırıq, yəni yarım ay şəklində. Çalışın çox qalın olmasın, incə-incə doğrayın. Ey Xəzər, sənin eşqinlə səslənir bugün. Hər könül coşur önündə. Soğan tamamını bu cür əlimizlə əzə-əzə həm bir-birindən ayırırıq. Həm o qalın yerlərini oradan çıxardıram. Tam istədiyimiz kimi olur. Bəslənir bugün. El gülür aşıb daşırsan qəlbimiz kimi. Ey vətən, ey duyğum, ey həyəcanım. Hər zaman bu yer üzündə sənsən ünvanım. Baxa görə bizim kartofların vəziyyəti nə yerdədir? Görürsünüz, yavaş-yavaş qızarır. Bunu çeviririk. Eyni qaydada hər tərəfdən yaxşıca qızarsın. Biz də bütün pomidorları eyni qaydada ortadan bölüb qabımıza yerləşdiririk. Ətimiz sobadadır dostlar, hazırdır. Düyümüz yavaş-yavaş dəmlənir. Şirniyyatımız hazır. Şorbamız demək olar ki, hazır. Məncə yavaş-yavaş salatımızı bitirib süfrəni düzməyin vaxtı gəldi çatdı. Yadındamı ötən günlər qəm çoxalır, ömr azabı bizimizdə, alnımızda o illərdən izlər qalır. Gələsizim keçənləri yada salaq dönə-dönə, ötən günə gün çatarmı, calasan da günü günə. Saç ağarır, qoy ağarsın, qoy var olsun ellərimiz. Yenə şirin diləklərdə, ürəklərdə yaşarıq biz. Gələsizim keçənləri yada salaq dönə-dönə, ötən günə gün çatarmı, calasan da
günü güne Gelesizim keçelleri Ya da salak döne döne Verilişin sponsoru Coca-Cola. Doğmalarımızın ətrafında keçirdiyimiz hər an həyatımıza yepyeni duyğular gətirir. Ailə üzvlərini iftar süfrəsi arxasında toplayan dəyişilməz dadı isə illərdir Coca-Coladır. Coca-Cola məhsul çeşidləri hər zövqü oxşayaraq kiçikdən böyüyədək hər kəsin sevimlisinə çevrilib. Hər zaman Ramazanda iftar süfrələrimizin qonağı olub. Hər kəsin ürəyinə yol tapan bu məşhur dadla siz də özünüzü və yaxınlarınızı sevindirin. Süfrələrinizi Coca-Cola ilə bəzəyin. Çünki əsl möcüzələr Coca-Cola ilə başlayır. Dostlar, gəldik bugünkü verilişimizin sonuna və təbii ki də önümdə düzülən ləzzətli görsənən yeməkləri görürsünüz, amma dadına baxmayacağım, çünki mən də sizin çoxunuz kimi iftarın vaxtını gözləyəcəm. Dostlar, bu da inanıram ki, sizin üçün axşama sevdiklərinizə hazırlayıb, yəni onlar üçün gözəl bir süfrə açmağınıza bir ilham olacaq. Əgər ki qaçırdınızsa, verilişin təkrarını da YouTube kanalımda izləyə bilərsiniz. Bugün nə hazırladıq? Çox gözəl bir bu cür alçalı plov hazırladıq. Sumaqla, kərə yağı ilə, biraz da zeytun yağı ilə, yəni türk usulü, amma inanılmaz gözəl. Yəni tam da bizim ətimizə yaraşacaq bir plov hazırladıq. Ət 4 saat pişdi, sümüyündən ayrılacaq şəkildə pişdi. Yəni dana qabırğasından hazırladıq, yəni mal ətin qabırğasından hazırladıq. Biraz sarımsağı, biraz kəkyotu əlavə elədim. Əlbəttə ki, ədviyyatı zövqünüzə görə əlavə eləyə bilərsiniz. Çox da ləzzətli alındı. Yanında çox gözəl bir salat hazırladım. Pomidordan, kartofdan, kartofu da duzda, tavada, yəni yağsız, qəşəngcə bişmiş kartof amma. Tavada yaxşıca möhürlədim, hər tərəfi yaxşıca qızartdım, tam bir köz dadı versin deyə. Biraz soğan, biraz pesto sos, biraz göy soğan, biraz limon suyu, zeytin yağı da vura bilərsiniz. Tam inanılmaz gözəl bir ləzzətli olacaq. Və əlbəttə ki, bol göy ərtili, ətli şorba hazırladım. Bu da bugünkü süfrəmizə inanıram çox yaraşacaq. Və şirniyyat bugünün bombasıdır. Tam bir yer pələngə oxşayır. Gördüyünüz kimi püstəyə batırdım, şokoladlı püstə sosuna batırdım. Əlbəttə ki, şərbətini əlavə elədim. Yəni kıtır-kıtır, xırt-xırtlı çox gözəl bir şirniyyat alındı. Və yenə də xatırlatmaq istəyirəm ki, əgər ki verilişi qaçırtdınızsa, YouTube-da mənim mətbəxim kanalından izləyə bilərsiniz. Bugünlük məndən bu qədər. Gələn həftəyə sizinlə sağollaşıram. Bu Ramazan ayı bizim üçün bol bağışlanma və əlbəttə ki, ruzu bərəkət dolu bir ay olsun. Allahdan diləyimiz budur. Sizinlə də sağollaşıram gələn həftələrə dək. Uca Allah sizləri qorusun. Ruzu bərəkətiniz bol olsun. Gününüz ləzzətli olsun. Yadındamı ötən günlər Qəm çoxalır, ömr azalır Üzümüzdə, alnımızda O illərdən izlər qalır Gələsizim keçəlləri Yada salaq dönə dönə Ötən günə gün çatarmı Calasan da günü güne Saç ağarır, koy ağarsın, koy var olsun ellerimiz. Yine şirin dileklerde, yüreklerde yaşarık biz. Geləsizim keçəlləri yada salaq dönə dönə ötən günə gün çatarmı
Çalasan da günü güne Gələsizim keçər. Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola.